Bir bloger son zamanlar Azərbaycan haqqında, dəvət haqqında fikirlər irəli sürür. Hansı ki, Azərbaycandakı dəvətlə heç bir əlaqəsi yoxdur. Sonra da gedir, misal üçün, bu İxvan, neçə sifət olan Yusuf Qardavucu, Veysəllə görüşür, Veysel Hocovla. Onlar Azərbaycandakı dəvəti müzakirə edirlər. Hansı ki, Veysel Gürcüstandakı dəvəti müzakirə etməyə layiq deyil ki, aləm vurur bir-birinə. O məsələyə qayıdacağım. Deməli, bu Fəxrüddin Saxur adlı bir nəfərdir. Son zamanlar blogerdir. Başa düşürəm, Türkiyədə yaşayır. Nə bilim, piket təşkil edir, sonra aksiya təşkil edir. İran-İsrail münasibətlərinə rəy bildirir. Öz işidir. Mən onu karışmıram, amma görürəm ki, Azərbaycanda dini məsələlərə müdaxilə edir və yanlış fikirlər irəli sürür. Çünki nəyə görə? Dini məsələlərdən danışmaq üçün, rəy bildirmək üçün, gəlirsən insan dəvətçi olsan, dinin dəvəti ruhunu bilərsən. Sən dəvətçi deyilsən və həmçində mövqeyi tutursan, ancaq məsəl üçün Veysəldən danışırsan, onunla oturursan, Əlxandı və s. və s. Amma sən əgər haqq əhlisənsə, qarşı tərəfdə olan insanlarla bir mikrofonu uzat, demək ki, yaxşı, bunlardan salamı niyə kəsmisiniz? Səbəb nədir də? Səbəbi heç öyrənmədən artıq sən bəllidir, mövqe bildirirsən və bu fəaliyyətinlə də təkfirçi, xavaric, işitçi, nə bilim, harda batil əqidədə olanlar, dövlət əleyhinə olanlar, əskərə, orduya tağut deyənlər dəstək verirsən. Və həmçində nəqildə düzgün hərəkət etmir bu insan, bu qardaş. Yəni, ayıbdır yəni. İnsan dürüst olar. O məsələni mən meydana gətirmişəm, o məsələni düzgün çatdır. Sən bilmirəm, indi hardan necə eşitmişsən, o məsələni mən ilk dəfə gündəmə gətirmişəm. Bu 77 sifət, 1077 sifət Əlxan Musayev gedir məscidlərə problem yaradır. İnsanlara görüşməyə istəməyən insanlar var, görüşmürlər. Salam vermək istəmirlər. Çünki nəyə görə? Sən anlamazsan. Çünki birinin qardaşı Suriyada ölüb bunun fətvası ilə, birinin xalası oğlu gəlib Suriyada ölüb, ailələr dağılıb. İstəmirlər bu insanla görüşmək. Fitnə deyirlər bu insanlar. Bu insan oturursan, ya təkfirçi olursan, ya xavaric olursan, ya səndə mənfi bir fikir atır ortaya, azıb gedir insan. Nə qədər insanlar azıb? Həmçinin heç bir tələbələr bununla görüşmürlər. Oturmaq istəmirlər, qaçırlar. Qaba gəlməkdən qaçırlar. O məscidə getmişdi, görəndə ki, bu gəlir, 2 nəfər üz döndərib gedirlər, arxalarınca deyib ki, bunlar rafizdir, təhqir edib. Yox, onlar rafizdə də olmayıb. Normal insanlar olub. Amma sən bu məsələni düzgün çatdırmırsan. Baxın bu səsində nə deyir? Yəni məsələ belə olmayıb, dürüst çatdır. Baxın görün nə deyir bu insan. Aleyküm. Azərbaycanda bir məsciddə baş verən əhvallar. Bir qardaş, elm tələbəsi, dəvətçi gəlmiş məscidə və orada bir qrup müsəlmanlara yanaşıb "Assalamu aleykum" deyə onlara salam vermiş. Və bu qrup müsəlman üzlərini çevirib getmişlər. Və bu birinci bir qrup müsəlman olmayıb, üzlərini çevirib gedən 2 nəfər olub, istəmirlər görüşməyi. Yəni səni nə maraqlandırır? Bu adam şərdir, fitnədir. Bu adam heç adil cəmaatı görüşmür. Adil cəmaatı deyər, bütün tələbələr bundan çəkindirirlər. Heç kimsə bundan oturmaq istəmir. Öz xalası oğlundan başqa. Bu insan hamısı deyir, şəhərdir deyir. Yəni bunun fətvalarıyla insanlar Suriyada öldü, ailələr dağıldı. Bunun yanlış yönləndirməsi nə qədər insanlar xavariclərə qoşuldu, bəziləri var ki, türmələrdə çürüyürlər. İstəmirlər də, qardaş, istəmirlər bundan görüşməyi. Şər deyirlər bu insana. Sən isə durmuşsan ki, bir dəvətçi. Nə dəvətçi? Sən xəbərin var? Azərbaycanda nə qədər insanları təkfirçi, xavaric, işitçiliyə qoşulmasına səbəb olub. Suriya fətvalarıyla nə qədər insanlar işlə qoşulurlar, gedib öldülər. Ailələr dağıldı. Uşaqlar öldü, yoldaşları dul qaldı, analar ürək partlayıb öldü. Oturmuşsan belə İstanbulda piket, nə bilim, bir şeylə təşkil etsən, durub Azərbaycandakı durumu bilmədən hələ bir buna rəy də bildirirsən. Baxın. sual vermiş, siz rafizi misiniz? Sual zad verməyib, siz rafizi. Təhqir eyib olar ki, bunlar rafizlərdir, mənə salam vermirlər. Təhqir eyiblər onu. Təhqir eyib onları. Mən məsələni qaldırım ki, insan ondan uzaq durun. Yaxın durmayın o insana, uzaq durun, qaçın. Yalandan götür yaydı ki, göməni döydürmək istəmişik. Bilmirsən bu insan şərdir?